Salam qızlar, necəsiz? Hər birinizi xoş gördük. Söz verdiyim kimi sizin üçün super bir kollagen ev şəraiti krem hazırlayacaq. Ev şəraiti deyəndə ki, bir neçə, yəni münasib qiymətdə aptekdən olan məhsulu bir-birinə qarışdırmaqla biz çox gözəl, baxalı, tərkibli bir krem əldə eləyəcəyik. Deməli, mən o günlərim aptekdə olanda, yəni zaten alıram arada, amma bu dəfə alıb, yəni daha da onu zənginləşdirib istifadə etməyə qərara gəldim. Çox bəyəndiyim üçün artıq sizinlə bir yerdə də istifadə eləyəcəyik. Aptekdə kollagen krem satışda var. Gördüyünüz kimi 3 manat 50 qəpikdir. Bütün apteklərdə var. Mən çox bəyənirəm, amma bunu daha da zənginləşdirə bilərik. Daha da nəticələri möhtəşəm edə bilərik ki, xırda qırışları açsın, böyük qırışları azaltsın, rəng bərabərsizliyi varsa onu bərpa eləsin, ümumiyyətcə cavanlaşdırıcı və parlaqlıq effekti versin. Deməli, biz kollagen kremimizi açdıq və qabımıza boşaldırıq. Boş qab, hər hansı bir qabınız varsa, hətta belə kremlər hazırlayıb satsaz, yəni biznes də qura bilərsiniz. Çünki inanın, çox bəyənəcəklər. Əvvəl mən paylaşanda bu tipli reseptləri rayonlarda bəzi izləyicilərim hazırlayıb satırdılar və qazanc əldə edirdilər. Hər dəfə mənə o haqda məlumat verirdilər. Halal xoşlar olsun. Deməli, biz bunu sıxdıq. Əsas tərkibi nədir burada? Biz alırıq aptekdən 3 dənə vitamin E ampulasını. Vitamin E üstündə yazılıb. 3 dənə bizə lazımdır. Üçünü də qırırıq və qatırıq kremimizin içinə. Qızlar, çox çətinliklə o yağ konsistensiyası deyə çətinliklə ampuladan çıxır. Ona görə 5 qramlıq şpritslə çəkəsi oldum. Əlavə elədik biz kremimizə və yaxşı-yaxşı bunu qarışdırmalıyıq. İstifadə eləyəndən ya da 2-3 gün sonra zaten hamı üzünüzü soruşacaq ki, neynəmisiniz. Bütün üz, göz ətrafı, boyun dekoltesinə, əllər, qollar, yəni hər yerə istifadə edə bilərsiniz. Çox bəyənəcəksiniz. Əlavələr də içinə qatmaq olar. Əgər məsəl üçün üzünüz çox hədsiz qurudursa, bir damcı vazelin və yaxud biraz səpkiyə meyillidirsə, biraz Boroplus istifadə edə bilərsiniz. Məndə burada var, amma mən qatmayacağım. Mən isə bu iki tərkiblə, yəni kollagen krem və vitamin E ilə kifayətlənəcəm. Qatmayacağım əlavə heç bir şey. Çünki zaten yəni üzün parıltısı, yəni bilmirəm hardan görsənəcək. Paralel olaraq, necə ki mən içirəm, sizə də tövsiyə edirəm. Paralel olaraq vitamin A kapsulu var. 3 ay ərzində onu da içə bilərsiniz. Mükəmməl, yəni krem istifadə edirsiniz üzdən. Daxildən də vitamin E. Zaten 1 manatadır ya bir neçə qəpikdir falan. Çox münasib. Yəni bu krem olur, prosta möcüzəvi krem. Yəni fərqi yoxdur, xaladelnikdə də saxlaya bilərsiniz, belə də saxlaya bilərsiniz. Əllərinizə, üzünüzə, hər yerə istifadə edin. Yəni 3-4 gün ərzində də özünüz görəcəksiniz ki, üz tamam fərqlidir. Yəni oyanırsınız, üzünüz parıllayır, üzünüzü yuyanda belə fərq hiss eləyəcəksiniz. Təbii ki, qızlar, cavanlaşmaq prosesini işə salmaq üçün mütləq şəkildə sizdə vitamin D də normada olmalıdır. Vitamin D çox önəmlidir. Ümumiyyətcə vitamin D ən azı 70-80 analizdə çıxmalıdır. Yəni hamı deyir ki, 30 çıxanda deyirlər normaldır, amma bu normal deyil. Yəni əgər siz heç vaxt ümumiyyətcə xəstəxanaya müraciət etmək istəmirsiniz, məsələn, xəstələnmək istəmirsiniz, hər dəfə analiz vermək istəmirsinizsə, sizin D vitamininiz ən azı 70-80, yəni 100-ə qədər olmalıdır ki, siz ümumiyyətcə heç bir virusdan qorxmayasınız, soyuqdan qorxmayasınız, qocalmadan qorxmayasınız. Çünki indi son zamanlar bilirsiniz ki, hər kəs vaxtından tez qocalır, stres, gərginlik, vitamin çatışmamazlığı, hamısı yəni bir-birinə qarışıb və bizi yəni pis durumda qoyur. Ona görə də mütləq şəkildə vitamin D istifadə etməyi məsləhət görürəm.
Əlbəttə ki, bilirəm, soruşacaqsınız ki, Leyla xanım, hansından o sualı verməyə istəyər. Mən hal-hazırda istifadə etdiyim və evdə ailəmlə istifadə etdiyim Non-Covid D3 K2 iləndir. 3 K2 ilə için ki, yəni daha tez sürətlə D vitamininiz artsın. Necə içirik? 18 yaşdan başlayaraq 10 flakon içirik, həftədə 1 flakon. Məsələn, bugün neçənci gündürsə, məsələ birinci gündən başlayırsınız içməyə, hər hansı gündən. Ancaq birinci günlər, yəni bir flakonu bütöv, qatıq, sok, fresh, sevdiyiniz yoğurt varsa, tam boşaldırsınız içinə, qarışdırırsınız və yeyirsiniz. Və bunu 10 dənə birinci gün edirsiniz. 10 həftədə bir şüşəsini içirsiniz. 18 yaşdan aşağı uşaqlara eyni qaydada 5 həftə verə bilərsiniz. Dediyim kimi, bir də təkrarlayıram, 18 yaşa qədər həftədə bir dənə içsinlər, 5 dənə. 18 yaşdan başlayaraq 10 həftə ərzində həftədə bir şüşə D vitamini içsinlər. Kursu bitirəndən sonra hər ay bir dənəsini için və gündəlik olaraq da damcı ilə içə bilərsiniz. Yəni, bilirsiniz necədir? Başdan siz damcı ilə içəndə sadəcə olduğu kimi saxlayır, yəni qaldırmır. Biz bunu gərək D vitaminini qaldıraq, ondan sonra gündəlik içə bilərik ki, onu eyni səviyyədə saxlayaq və hər ayda bir şüşəni içək ki, tamamilə yenə düşməsin. Bu mütləq şəkildədir, heç bir fəslin önəmi yoxdur. Çünki biz normal gün görmürük, tam istədiyimizi günəşdən ala bilmirik, ona görə əlavə mütləq D vitaminini içməliyik.